Təbii ki, Omanda keçirilən danışıqları üç dəyərləndirmək olmaz. Çünki Amerika Birləşmiş Ştatlarının əsas tələbləri yerinə yetirilmir. Xüsusilə burada təkcə nüvə məsələsi ilə bağlı danışıqlar gedir. Təbii ki, müəyyən razılıq əldə olunur ki, növbəti raundda keçirilsin. İrandan da verilən açıqlamalar budur ki, bunlar yalnız nüvə məsələsindən danışıqlar aparılacaq. Ballistik raketlər və proksi qüvvələrin dəstəklənməsi ilə bağlı hər hansı bir güzəştə getməyəcəklər. Mən düşünürəm ki, İstanbulda əgər danışıqlar keçirilsəydi, müsbət ola bilərdi. İndi hazırda Körfəz ölkələrdə, Ərəb ölkələri və Türkiyə çalışır ki, müharibə olmasın, danışıqlar prosesi müsbət istiqamətdə getsin. Amma İranın burada bu danışıqlarda öz mövqeyində qalması, xüsusilə qeyd etmək istəyirəm ki, İran mühafizəkarları, xüsusilə həmçinin Sepah bu danışıqlarda islahatçı qanadın, yəni prezident administrasiyasının apardığı bu kimi dialoq formatını onlar çalışacaqlar ki, irəliləyiş əldə olunmasın. Çünki Tehran, rəsmi Tehrandan verilən açıqlamalardan da aydın olur ki, növbəti görüşlərdə də hər hansı bir irəliləyiş gözlənilmir. Çünki bilirsiniz, burada təkcə İran qərar vermir. Burada Çin faktoru var. Çünki Çin kifayət qədər İrana hərbi texnikalar göndərir, havadan müdafiə sistemləri və Çin də çalışır ki, İranla Amerika Birləşmiş Ştatları bu məsələlərdə razılığa gəlməsin. Ona görə də hazırda bir məqama diqqət yetirək. Görüşə az qalmış Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığının rəhbəri Brett Cooper danışıqlarda iştirak üçün Omana gəldi. Niyə görəsən? Mən düşünürəm ki, bu ilk növbədə təzyiq siyasətidir. Bax, fikir versək, həmin komandanlar birbaşa Yaxın Şərq, Cənub Şərq Asiya, birbaşa bu istiqamətlərdə nəzarət edirlər və İran məsələsi də bu komandanlığın tamamilə rotasiyasındadır. Ona görə də bu danışıqlarda da Amerika Birləşmiş Ştatlarının hərbiçisinin burada iştirak etməsi bir növ danışıqlarda İrana təzyiq etməkdir. Yəni diplomatik danışıqlarda hər hansı bir nəticə olmayacaqsa, İran öz mövqeyində qalacaqsa, Amerika Birləşmiş Ştatları hərbi varianta üstünlük verəcək və kifayət qədər də bu günləri Amerika Birləşmiş Ştatları öz hərbi qüvvələrini İran ətrafında cəmləşdirir. İndi baxaq görək, ikinci raundda İran tərəfi yenidən öz mövqeyində qalacaqsa, düşünürəm ki, müharibə qatılmaz olacaq. Çünki Amerika Birləşmiş Ştatları... Məhəmməd bəy, ikinci raunda gələcəyik, bir məqama da diqqət yetirək. Görüşdən sonra dərhal yerli mediaya açıqlama verən İran Xarici İşlər Naziri Abbas Araqçı dedi ki, Birləşmiş Ştatlarla danışıqlar müsbət atmosferdə keçib. O, danışıqları yaxşı bir başlanğıc kimi də dəyərləndirdi. Nazirin sözlərinə görə hər iki tərəf öz fikirlərini müsbət şəraitdə mübadilə edə bilib. Yaxşı başlanğıc idi. Bu, belə də davam edə bilər. Müzakirələrin davam etdirilməsi barədə razılığa gəldik. Belə qəbul edəkmi? Yox, mən düşünmürəm ki, belə olacaq. Təbii ki, bu diplomatik müstəvidə verilən açıqlamalardır. Donald Trump da deyir ki, bəli, danışıqlar müsbət gedir İran tərəfdə, amma burada verilən qərarlardan çox şey asılıdır. Məsələn, ali dini rəhbər Xamneyinin mövqeyi burada həlledici rol oynayır. Və birinci raundda Amerika Birləşmiş Ştatlarının 4 təklifi var. Onlar burada ciddi şəkildə müzakirə olunmur. Yalnız nüvə məsələsi. Mən düşünürəm ki, hələ hər hansı bir qərarlar yoxdur. Sadəcə olaraq danışıqlar atmosferi müsbət olub. Amma proses mən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının əsas strategiyası bundan ibarətdir ki, İran struktur dəyişikliklərə getməlidir və Tehranda sistem tamamilə dəyişməlidir. Sadəcə olaraq diplomatik bir müstəvidə danışıqlar müsbət gedir kimi açıqlamalar verirlər. İran tərəfi də istəyir, sərt reaksiya vermir ki, Amerika Birləşmiş Ştatlarının xətrinə dəyməsin. Həmçinin Amerika Birləşmiş Ştatları da bu müstəvidə sərt reaksiya vermir ki, növbəti danışıqlar üçün müəyyən bir müsbət proses olur. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bildirib ki, Vaşinqton və Tehran arasında, siz də bir qədər öncə qeyd elədiniz, növbəti danışıqlar gələn həftənin əvvəlində gözlənilir. Bu barədə Trump jurnalistlərlə Florida istiqamətində uçuş zamanı danışarkən bildirib. Vurğulayıb ki, Tehranın müqavilə bağlamaq istəməsi vacibdir. Biz yenidən gələn həftənin əvvəlində görüşəcəyik. Onlar müqavilə bağlamaq istəyirlər, onların bunu istəməsi lazımdır, Trump deyib. Nəticə nə olacaq?
Bilirsiniz, müqavilə bağlamağı həm Amerika Birləşmiş Ştatları istəyir, həm də İran istəyir. Hansı müqavilə şərtlərindən gedir? Axı İran tərəfi Amerika Birləşmiş Ştatları təklif etdiyi müqaviləni qəbul etmir. Axı burada ballistik raketlər məsələsi, toplu qüvvələr, bunlar İranın qırmızı xəttidir. Həmçinin uranın zənginləşdirilməsinin dayandırılması və sentrifuqaların digər üçüncü ölkəyə verilməsi İranda bunu qəbul etmir. Ona görə də mən düşünürəm ki, ümumiyyətlə danışıqlarda hər hansı bir irəliləyiş olmayacaq, razılaşma əldə olunmayacaq. Çünki İran da öz qırmızı xəttində qalır, Amerika Birləşmiş Ştatları da orta məqsədə gəlmək üçün hələ bir neçə ay bu danışıqlar prosesi getməlidir. Ona görə də növbəti raundları mən müsbət danışıqlar ola bilər, amma hər hansı bir müsbət razılaşma gözlənilmir. Çünki Amerika Birləşmiş Ştatları 4 şərti İran qəbul etməyəcək və Amerikada bu 4 şərt qəbul edilməyəcəksə, onda niyə bu qədər silah sursatla gəlib İran ətrafına, niyə bu danışıqlara gedir? Proses bundan ibarətdir. Ona görə də mən düşünürəm ki, müharibə qaçılmazdır. Çünki Amerika Birləşmiş Ştatları da bir tərəfdən müharibəyə hazırlar, bir tərəfdən də İran müxalifləri ilə ciddi görüşlər keçirilir. Artıq Amerika Birləşmiş Ştatları da proksi qüvvələr hazırlamaq istiqamətində müəyyən bir plana malikdir. İranda Məhəmməd bəy, rejim... məsələn, Amerika belə bir addımlar atır. Eyni zamanda İran da Amerika Birləşmiş Ştatları hərbi baza və obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbə planı hazırlayıb. Bu barədə Britaniyanın The Telegraph nəşrinin yaydığı məqalədə qeyd olunub. Danışıqlar hələ davam etdiyi bir vaxtda bu cür açıqlamalar vəziyyəti daha da gərginləşdirmirmi? Nəyə lazımdır? Təbii ki, bilirsiniz, bu geopolitik qarşıdurmadır. Təbii ki, bunlar vəziyyəti gərginləşdirir. Vəziyyət gərginləşib ki, Amerika Birləşmiş Ştatları bu qədər hərbi gəmilərini, təyyarələrini İran ətrafına göndərib. Amerika Birləşmiş Ştatlarının əsas strategiyası bundan ibarətdir ki, Rusiya, Çin və İran oxunu, üçlük oxunu tamamilə zəifləsin, İranı bu cəbhədən ayırsın və İran neft qazdan sahib olsun. İranı tamamilə regionda özünə tabe etsin. Yəni, strategiya bundan ibarətdir. İranı əgər tabe etdirməsə, oradakı rejimi ciddi şəkildə zəiflətməsə, Amerika Birləşmiş Ştatları beynəlxalq müstəvidə mövqeyi kifayət qədər zəifləyəcək. Bu günlər Rusiyada, Çində məhz bu prosesə baxır. Ona görə də Vaşinqton bu məsələlərə strateji yanaşır. Bu Trumpın siyasəti deyil. Bu Amerika Birləşmiş Ştatları 1979-cu ildə dəyişməyən İran siyasətinin tərkib hissəsidir və proses də məhz 2025-ci ildən başlayıb ki, İranda sistemi dəyişsinlər.